Lenka şəhərin ensiyiz. Əcaib tərzdə donqar küçələrində qarşısına çıxan heç nəyə fikir vermədən qaçırdı. Bir mərtəbəli, güpür pərdəli evlərin qarşısından üzü yuxarı qaçırdı. Uzun divar və darvazaların, səbətdəki pişiklərin və hasar önündəki qəzəbliklərin yanından ötüb düz aşağı qaçırdı. Yaxası açıq gödəkçəsi gözlərində çarəsizlik, anlaşılmaz tərzdə pıçıldadı. Baba, əziz baba, gedək. Qəfil hönkürtü ilə həmişəlik, zalım insanlardan uzaqlara, qoy onlar bir-birini gəmirsinlər. Canavarlar, çaqqallar, tülkülər. Dəliyə bax. İtələyib keçdiyi insanlar onun arxasınca deyirdilər. Motosiklet kimi uçur. Lenka təngənəfəs küçənin başına qaçırdı. Sanki səmaya uçmaq üçün sürət götürürdü. Əslində, elə həmin dəqiqə bu şəhərdən, hər kəsdən uzaqlara, səmaya uçmaq istəyirdi. Elə bir yerə ki, orada hüzur və sevinc məhz onu gözləyirdi. Sonra kəskin sürətlə üzü aşağı qaçmağa başladı. Bu yolla sanki yıxılıb başını yaralamaq istəyirdi. Belə bir məqamda özünə zərər verməyə də hazır idi. Maraqlıdır. Görəsən ona nə ediblər? Həm də niyə görə? Axı ona nə olmuşdu? Ardı kitabda.